Tort hazırlayarkən xəmir yaxşı qabarmır. Bunu bir çox xanımlardan tez eşidirik. Əziz xanımlar, tortun mükəmməl alınması üçün bir neçə qaydalara mütləq əməl olunmalıdır. Məsələn, tort hazırlayarkən yumurtalar soyuq olmamalıdır. Amma əksər xanımlar yumurtaları soyuducudan çıxaran kimi onları tortun xəmirinə əlavə edirlər. Elə buna görə də xəmir bişərkən qabarmır. Yaxşı olar ki, tortu hazırlamadan yarım saat öncə yumurtalar soyuducudan çıxarılsın. Yumurtaya şəkər tozu əlavə edərkən də yaxşı çalınmalıdır. Əks təqdirdə tort bişərkən qabarmayacaq. Xəmir hazırlayarkən unu mikserlə qarışdırmaq da olmaz. Ən yaxşısı unu əlavə edərkən xəmir qaşıqla yavaş-yavaş qarışdırılsın. Ən əsası isə soba öncədən 190 dərəcə isidilməlidir. Xəmir hazır olduqdan sonra isə dərhal sobaya qoyulmalıdır. Tort bişərkən sobanın qapısını 20 dəqiqədən sonra açmaq olar. Əziz xanımlar, bu qaydalara əməl etsəz, tortunuz istədiyiniz kimi mükəmməl və dadlı alınacaq.